Pasiyenti bu şəkildə. Yara sağalmır. Yara hər gün qanayır. Üzün burası dartılmalıdır. Burada nəyəsə kəsib yapışdırıb. Və bu həkim də kimdir? Qocayeva Tərani Jades Az adlı klinikanın baş həkimi ilə yazışmaları, həkimlə yazışmaları hamısı buradadır. Hamısını atıb mənə ki, siz də işıqlandırın Səidə xanım. Məni bu vəziyyətə qoyublar, başqalarına bu vəziyyətə qoymasınlar. Niyə eləyirsiniz? Nə qədər cəmaatın xəstəliyi üzərində para qazanacaqsınız, pul qazanacaqsınız. Səhiyyə Nazirliyi, təbib, hara baxırsınız? Hara addımını atırsan, səhiyyə ilə bağlı olan qurumdur. Harada baxırsan, belə Jades-Madesdən əziyyət çəkənlər, pasiyentlər də doludur bu. Bir Aynur deyil. Və siz bugün bir pasiyenti bu vəziyyətə qoyursunuz. Madam işləyə bilmirsiniz, işləməyin də. Əslində günah sizdə deyil ki. Günah sizin təhsilinizdə maraqlanmayan, harada oxumusunuz, hansı təhsil almışsınız, ümumiyyətlə savadınız, biliyiniz nə qədərdir, onun fərqində olmayan, heç vecinə də almayan sizi Səhiyyə Nazirliyidir, tibbi ərazi bölmələri, nə bilim o təbib, odur. Yazıq xanım gülə bilmir, gülən kimi dərhal başından qan açılır. Nə təbibin, nə də Səhiyyə Nazirliyi, heç vecinə deyil, işləyən həkimin icazəsi var, yoxsa yox. Jades mərkəzi var. Necə icazə verir? Hara baxırsınız ay qurumlar? Ancaq cibinizi doldurmaqla məşğulsunuz. İnsanların həyatı ilə niyə oynuyorsunuz? Hara qədər oynayacaqsınız? Nə qədər oynayacaqsınız?